Hə, köynələr. Bilirsiniz, çalışıram həmişə çox obyektiv olum. Yəni fikirlərimi düzgün ifadə edim. Çalışıram ki, hər bir tərəfi dinləyim. Hər bir tərəfin dinləyəndən sonra analiz eləyim, sonra öz yekun bir öz fikrimlə sizinlə paylaşım. Vallahi amma hərdən elə bir şeylə rast gəlirsən ki də, bu halda insanı emosiyalar, dağıdır da, cırır, dağıdır. Başa düşürsünüz. Söhbət bilirsiniz nədən gedir? Bax, o bir müğənni var. İnanın doğrudan adını bilmirəm amma. Yəni ki, inanın mənə ki, mən indiyənə kimi diqqətimi yönəltməmişəm ki, onun adını heç olmasa yadımda saxlayım. Nəinki həmən o müğənninin hansısa bir ifalarını dinləyim, ifa etdiyi, mahnılarını, onun nəsə bir karyerası ilə, səhnə həyatı ilə, yaxud yaradıcılığı ilə bir maraqlanım. Amma qabağıma indi çıxır da, mən də bir fəyalam, bir internetdə, sosial şəbəkələrdə, olan bir fəyalam. Hətta mənim kimilərinə bir görürsünüz, bloger deyirlər də, vallahi bilmirəm, düzdür. Mən özümü heç bloger saymıram. Mən sadəcə bu ölkənin bir vətəndaşıyam. Başa düşürsünüz, sizlərdən biriyəm də, necə deyərlər. Mən çox pis oldum. Birinci onun o ifadəsi ki, mən hər şeyi qoyaq qırağa, siyasəti qoyaq bir qırağa, mən bir Azərbaycan xalqının adından öz qiymətimi verdim. Burada deyərlər ki, sən kimsən ki, Azərbaycan xalqının adından ümumiyyətlə danışırsan. Məncə bizim Azərbaycan xalqının adından danışmaq bu hüquq prerogativi məhz ancaq bizim dövlət başçımıza, prezidentimizə məxsusdur. Bilirsiniz, ikincisi bu deyəndə ki, başqa bir, video süjetində ki, mənim atam da qazi olub, mən qazi qızıyam, pagon daşıyanın bir qızıyam. Atam mənə dedi ki, sən kişi qızısan, nə eləmişsən, düz eləmişsən. Ne diyeyim, burada deyirəm də ancaq emosiyalar insanı parçalayır da, sağ-sol da. Baxırsan, fikirləşirsən, bir də gəlirsən o nəticəyə ki, nə yaxşı ki, mən bunların heç birini dinləmirəm, bunlarla maraqlanmıram. Amma burada bir məsələ gəlir çıxır da ortaya. Yaxşı, bunun kimilərini kim məşğullaşdırır? Siz, millət, düzdürmü, hə? İndi baxın da vəziyyətə də, biz 3000 şəhid vermişik də, 2783 rəsmi, amma sonra Xankəndi məsələsini də ortaya qoysaq, bu 3000 eləyir, bəlkə də çox. Nəzərə alsaq ki, bu neçə illərdə nə qədər arada, müharibə ilə bilavasitə təmasda, birbaşa, yaxud sublimal nə qədər biz adamlarımız ölüb, bu rəqəm çox böyükdür. Bizim qaçqınlarımız, bizim çəkdiyimiz əziyyətlər, bu bir, bir dəhşət idi, hansın ki, bizim Azərbaycan xalqı oyuna rastlaşdı. İndi də bu müğənni götürür Azərbaycan xalqının adından bir erməniyə hal verir. Hal verməyə qalsın bir qırağı. Heç ondan qabaq da maraqlanmır ki, həmən o erməni kimdir? Sən demə, həmən o erməni 2019-cu ildən hərbi çağırışda olub, məhz Qarabağda xidmət eləyib və çox güman ki, o bizim Qarabağda, bizim əskərlərimizə güllə atan, bizim əskərlərimizi tuş tutan bir dığadır, erməni dığasıdır. Amma bizim indi Azərbaycanlımız, Azərbaycanı təmsil eləyən beynəlxalq yarışmada ona yüksək bal verir. Onu sonra öpür, qucaqlayır, bağrına basır. Sonra da çıxır hələ efirdə deyir ki, nə eləmişəm, əcəb eləmişəm. Nə deyim burada? Bilirsiniz, mən təqsiri onda görmürəm. Mən yenə deyirəm, mən təqsiri bizlərdə görürəm ki, bu cürünlərini biz məşğullaşdırmışıq. Bir də mən təqsiri həmən o qurumda görürəm. Kim ki, bunları yetişdirib, çıxartıb üzə, sonra göndərib, bax, belə yarışlara, bunlara nüsiflər səlahiyyəti verib və nəticədə də bilinir ki, həmən o qurum bunun kimiləri nəzarət altında saxlaya bilmir. Faktiki olaraq ölkəmizin nüfuzuna, bizim şəhidlərimizin qanına, xatirəsinə, hər bir şeyinə bu böyük bir tüpürcəkdir. Başa düşürsünüz?
Hansı qurumda onu ora göndərən? Kim onu ora göndərib? O məsuliyyəti birbaşa o qurum daşıyır. Bu qədər qəlbdən qəlbə.